Xarici dil öyrənmək istəyirəm, amma bilmirəm hansı dildən başlayım. İngilis, fransız, alman, rus, hansı seçə bilmirəm. Sənə tövsiyəm Latın dilindən başla. Bəli. Çünki Latın dili sadəcə bir dil deyil. Avropa sivilizasiyasının elmi, fəlsəfi, hüquqi yaddaşıdır. Latın dili bilmək o deməkdir ki, sən bilavasitə biliklərimin mənbəyinə yaxınlaşırsan. Tərcümə ilə yox, birbaşa orijinal düşüncə ilə. Məsələn, Latın dilini bilmək Isaac Newtonun Philosophiae Naturalis Principia Mathematica əsərini orijinaldan oxumaq deməkdir. Bu kitab müasir fizikanın və riyaziyyatın əsasını qoyub. Yəni, həmin kitabdakı force, mass, motion kimi müasir fizikada və riyaziyyatda olan anlayışlar, fundamental terminlərin necə formalaşdığını görürsən. Yəni, terminlərin sadəcə söz olaraq yox, məntiq olaraq necə yarandığını, strukturunu anlayırsan. Fəlsəfə ilə maraqlananlar, fəlsəfəni başa düşmək istəyənlər mütləq şəkildə Latınca hətta oxumağı bacarmalıdır. Descartes-in meditasiyaları ya da Spinoza'nın etika əsəri məhz Latınca yazılıb. Yəni Latınca bilmək müəllifin düşüncə tərzinə, həyata baxışını anlamaq deməkdir. Bitdi? Təbii ki, yox. Hüquq. Hüquq sahəsində oxuyan varsa, mütləq şəkildə o da Latın dilini bilməlidir. Çünki hüququn fundamentini formalaşdıran terminlər, məsələn, ratio legis, jus naturale, jus civile kimi anlayışlar hamısı Latın, yəni Roma hüquq sistemindən gəlir. Latın dilini biləndə bu terminlərin kökünə gedirsən və həqiqətən də tarixi prosesdə hansı şəraitdə formalaşdığını çox gözəl anlayırsan. Elmi terminologiyanın böyük ölçüdə Latın mənşəli sözlərdən ibarət olduğunu qeyd elədim. Amma xüsusilə də biologiya və tibb ixtisası o artıq latınsız olmur. Məsələn, mənim tibb ixtisasında oxuyan tanışlarım var və onlar deyir ki, sən hardan bilirsən bu terminləri? Atıram ən bəsit, anterior, posterior, nə bilim, inferior, superior, ventral, dorsal, caudal və s. kimi tibbi terminləri başa düşürəm. Və onlar təəccüblə soruşur ki, bəs bunları hardan bilirsən? Mən deyirəm ki, Latın dilində bu adi sözlərdir. Yəni, Latın dilini bilirəm çünki. Və Latın dilini bilmək artıq birbaşa olaraq o sözlərin mənasını bilməkdən əlavə, funksiyasını bilməkdə deməkdir. Əgər Latın dili ilə başlasaz, davamında Latın mənşəli dilləri də öyrənə bilərsiniz rahatlıqla. Çünki ata dil, kök Latındır. Və ondan törəyən dillər, İspan, İtalyan, Fransız, Portugal, Rumun, Katalan və s. kimi roman dillərini çox rahatlıqla mənimsəyə bilərsiniz. Bitdi? Yenə də bitmədi. İngilis dili. Baxın, İngilis dilindəki əziyyətlə öyrəndiyiniz advanced səviyyə sözlər hər biri Latın köklüdür və Latın dilində adi sözlərdir. Decline, combine, assume, consequence, abstract, define, interpretation və s. istisnasız hər biri Latın sözləridir. İngilis dilini akademik səviyyədə bilmək üçün Latın dilini bilmək çox gözəl bir vasitədir. Bir sözlə, Latın dili sadəcə ölü dil deyil. Latın dili öyrənməyi düşünmək deməkdir. Terminlərin necə yarandığını, elmin və fəlsəfənin hansı məntiq üzərində qurulduğunu görmək deməkdir. Əgər sən bir dili yox, ümumiyyətlə bir sivilizasiyanın düşüncə sistemini öyrənmək istəyirsənsə, başlamaq üçün ən düzgün dil Latın dilidir.